Sinif İngilis dil dərsliyi Unit 5 Lesson 2 səhifə 34. Burada yeni sözlərimiz olacaq. Good and friend. Good yaxşı deməkdir. Friend dost. I have a good friend. Mənim yaxşı dostum var. Burada görürsünüz yenə də Kate və Nate'in başına bir əhvalat gəlir. Gəlin ona qulaq asaq. Sonra yeni sözlərimizə, cümlə quruluşlarımıza baxaq. Dinləyirik 39-cu mətni. Track 39. Listen and look. Nate and Kate. Nate and Kate, hi, hello. Nate and Kate, hi, hello. Oh no! Fred! Now I'm sad. And I'm mad too. Look, I have a red t-shirt. I have a red t-shirt too. And I have an orange cap. Are you happy? Yes, I am. I have one orange cap, 2 red t-shirts, and 3 good friends. Mətnimiz bitdi. Deməli, burada Kate və Nate görüşürlər. İt uşağın üstünə palçıq sıçradır. O da ona görə deyir ki, oh no, Fred, ola bilməz. No, I am sad and I am mad too. Mən çox üzgünəm. Mən də çox üzgünəm. Nate deyir bunu. Ben, look, I have a red shirt. Ben deyir ki, bax, məndə qırmızı köynək var. Kate deyir, I have a red t-shirt too. Kate də deyir ki, məndə də qırmızı köynək var. Yenə Kate danışır ki, and I have orange cap. Are you happy? Və məndə narıncı papaq var. Sən xoşbəxtsən? Nate də deyir ki, yes I am. I have an orange cap, 2 red shirts and 3 good friends. Bəli, mən xoşbəxtəm, yəni yes I am, mən xoşbəxtəm. Məndə bir narıncı papaq, 2 qırmızı köynək və 3 yaxşı dostum var. Deyir və gülüb sağollaşırlar. Əgər bu sözləri, cümlələri eşidib başa düşmürsünüzsə, çalışın 5-6 dəfə dayanmadan qulaq asın, həm də yazıya baxın. Sonra yazıya baxmadan qulaq asın. Yəni, nə qədər çox qulaq assaz, sizin üçün bir o qədər yaxşıdır ki, daha yaxşı, aydın formada başa düşəcəksiniz. Çoxlu qulaq asmaq lazımdır. Sonra yazı ilə birlikdə qulaq asmaq ki, həm gözünüz görsün, həm qulağınız eşitsin. Keçirik o biri səhifəyə. Burada mavi və sarı papaqlardır. I have a blue shirt. Məndə mavi köynək var. I have 2 yellow caps. Məndə 2 sarı papaq var. Məndə bir mavi köynək var. Digəri də çalışmadır. Yəni, bir-birinizdən soruşursunuz ki, what color is your, məsəl üçün, cap? Or what color is your jacket? Jaketin rəngi nədir? Müxtəlif formalarda dostlarınızla, ailə üzvlərinizə belə suallar verə bilərsiniz. Qarşılığında da deyirsiniz ki, I have a red jacket. Məndə qırmızı jaket var. I have 2 red sneakers. Məndə 2 qırmızı krasovka var. İdman ayaqqabısı var. Və diqqət eləyək ki, məsəl üçün sneakers cəmdir, çoxluq bildirir. Ona görə, yəni orada S hərfi yazılmalıdır. Amma jacket bir olduğu üçün qarşısına E artiklı qoyuruq. Çünki E artiklı bir deməkdir. I have a red jacket. Məndə bir jaket var. İndi dinləmə 40-a baxaq. Orada da bizim bir dinləməmiz var. Track 40. Listen and cheer. Happy campers, listen here. Now it's time to do a cheer. Ready? Okay. I have one blue t-shirt. I have one blue t-shirt.
have 2 yellow caps. I have 2 yellow caps. Aha, bunu da dinlədik. Track 41. Listen Bacardığınız qədər dostlarınızla çoxlu cümlələr qurun, bir-birinizə suallar verin və cavablar qurun. Nə qədər çox cümlə qursanız, bir o qədər cümlə qurmanız artacaq. Əlavə başqa suallarınız varsa, kommentdə yazıb bildirə bilərsiniz. Bye bye.